Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 2-ci hissə 53, 54, 55 və 56-da olan çalışma həllərinə baxacaq. Birinci çalışmada verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən edin. Medianla bağlı olan çalışmadır və tapşırıqlar digər səhifədədir. Onu da qeyd edim ki, mövzu izahlarını kanalında kurslar bölməsində izləyib öyrənə bilərsiniz. Birinci tapşırıqda hansının doğru, hansının yanlış olduğunu müəyyən edəcəyik. A bəndində A-dan B-C'yə ayın parçası çəkilmişdir. Yazıb ki, ayın parçası ABC üçbucağının medianıdır. Buna yazırıq ki, doğrudur. Çünki BM bərabərdir MC-yə, o da bərabər 5 cm. Median hansı tərəfə çəkilirsə, həmin çəkildiyi tərəfi yarı bölür. A bəndi oldu, doğru. B bəndində yanlışdır. Çünki M-dən P-yə qədər məsafəmiz 6 cm-dir. P-dən N-ə qədər məsafəmiz isə 4 cm. Bunlar bir-birinə bərabər deyirlər. C bəndində isə ST parçası PR üçbucaq, PRS üçbucağının medianıdır. Bu da doğrudur. Çünki P-dən T-yə qədər məsafə T-dən R-ə qədər məsafəyə bərabərdir və hər biri də 3 cm-dir. Medianın xassəsi odur ki, çəkildiyi tərəfi yarı bölür. A və C doğru oldu, B bəndi isə yanlış oldu. İkinci tapşırığa keçək. Üçbucağın medianları çəkilib, uyğun parçaların uzunluğunu tapın və perimetri hesablayın. İkinci tapşırığın A bəndində əgər median çəkilibsə, BM bərabər olmalıdır MC-yə. Bizdən MC-nin və BC-nin uzunluğunu soruşur. MC-nin uzunluğu da olacaq 4 cm. BC-nin uzunluğu isə 4 üstə gəl 4 eləyəcək 8 cm və PABC-ni soruşur. PABC. PABC bərabərdir 7 üzərinə gəl 6 üzərinə gəl 8. Toplayanda eləyəcək 21 cm. Perimetrimiz olacaq 21 cm. B-dən. Yenə BD mediandırsa, AD bərabərdir DC-yə, o da bərabər 5 cm olur. A-dan C-yə qədər məsafə 5 üstə gəl 5 10 cm olur. PABD isə PABD. Bax, bu içəridə balaca üçbucağını soruşur perimetrin. 6, 5 və 5-in cəmi. 6 üzərinə gəl 5, üzərinə gəl 5. Hətta bunun tərəflərində yazım ki, çaşmayasın. ABD üçbucağının tərəfləri AB, BD və AD-dir. Bunların cəmi soruşur. 6, 5, 5-dir. Bu da eləyəcək 16 cm. Yəni, böyük üçbucağın yox, içəridə olan bu kiçik üçbucağın perimetrini soruşur bizdən. C bəndinə keçək. C bəndində əgər üçbucağın medianı AM də mediandırsa, MC-ni tapmaq üçün MC bərabərdir BM-ə. Bu da bərabər 4 cm olacaq. B-dən C-yə qədər məsafəmiz isə 4 üstə gəl 4. Yəni, buradakı 4-dən buradakı 4-ü toplayırıq. Eləyir 8 cm. Sonra PABC-ni soruşur. Əgər LC də mediandırsa, o zaman BL bərabərdir LA olur. O da eləyir 6 cm. A-dan B-yə qədər məsafəmiz də buradakı 6 ilə buradakı 6-nı bir-birinə bərabər olaraq toplamaq lazımdır. Eləyəcək 12 cm. İndi PABC-ni tapaq. 12 üzərinə gəlsin 8, üzərinə gəlsin digər tərəfdə AC tərəfdə 7 idi. Eləyəcək 27 cm. Hətta bunun tərəflərini də yazaq burada. ABC-nin tərəfi hansılar oldu? AB üzərinə gəl BC, üzərinə gəl AC. AB-ni 12, BC-ni 8, AC-ni isə kitabdan götürdük. 7 cm topladıq, elədi 27 cm. İkinci tapşırığımızın həllərini bitirdik. Keçək üçüncü tapşırığa. AD parçası perimetri 26 cm olan ABC bərabər yan üçbucağın medianıdır. Bax, bu AD medianıdır. AB və BC tərəflərinin uzunluqları 8 cm olarsa, BD parçasının uzunluğunu tapın.
Burada biz nə edirik? AB və AC tərəflərin uzunluqlarını, hər biri 8 isə biz BC-ni tapa bilərik. BC bərabərdir 26-dan çıxaram AB və AC-nin cəmini. Yəni 26-dan çıxaram 8 üzərinə gəl 8 eləyər, bu da 10. BC-nin uzunluğu 10 oldu və biz də bilirik ki, median çəkildiyi tərəfi yarı bölür. BC bərabərdir BD ilə DC-nin cəminə. Həmçinin BD də DC-yə bərabərdir. Median olduğuna görə tərəflər yarı bölünür. O zaman BD-nin uzunluğu nəyə bərabər olacaq? 10 bölünsün 2 eləyəcək 5 cm. Təkcə BD-nin, həm BD həm də DC 5 cm olur. Təkcə BD-ni soruşduğuna görə aşağıdan ayırıb təkcə BD-ni də yaza bilərik ki, bərabərdir 5 cm olacaq. Şəkil üzərində də qeyd edə bilərik. Bura oldu 8, bura oldu 8, bura oldu 5, burada oldu 5. 8, 8, 5 və 5. Üçüncü tapşırığı bitirdik. Keçək dördüncü tapşırığa. 4-də ED parçası perimetri 21 cm olan EFK, yəni böyük üçbucağın medianıdır. EF tərəfi 7 cm-dir. Baxın, bura 7 cm-dir. FD tərəfi isə bundan 4 cm qısadır. Məsələn, buradan 4-cü çalışmamızı FD bərabərdir olacaq. Bundan 4 cm qısa. 7 çıxılsın 4 eləyəcək 3 cm. F'dən D'yə qədər məsafəni də buraya yazırıq 3 cm. Sonra ED parçası median olduğuna görə o zaman DK da 3 olacaq. Bax, burada 3 olacaq. Çünki median hansı tərəfə çəkirsə həmin tərəfi yarı bölür. Yazaq FD bərabərdir DK-ya, bərabərdir. Bu da 3 cm. EK tərəfinin uzunluğunu bizdən soruşur. Bax, bu tərəfi soruşur bizdən. Üçbucağın perimetri 21-dirsə, o zaman biz buradan EK-nı tapmaq üçün 21-dən çıxarıq digər iki tərəfin cəmini. 7 və 3-ün 3 toplayanda 6 eləyər. Yəni F-lə FK-nın cəmini çıxdıq. 21 çıxılsın 7 ilə 6-nı toplayanda 13 eləyər. 21-dən də 13 çıxanda eləyəcək 8 cm. Yəni EK-nın uzunluğunda buraya yazırıq ki 8 cm-ə bərabər olacaq. 5-ci tapşırığa keçək. Dəftərinizdə düzbucaqlı üçbucaq çəkin. Xətkeşdən istifadə etməklə üçbucağın düz bucaq təpəsindən median çəkin və medianın hipotenuza nisbətini tapın. Burada eləyə çəkməliyik ki, bucaqlardan biri 90 dərəcə olsun, yəni düz bucaq olsun. Parçanın birini belə çəkdim. Digərini götürək. Tam olaraq düz qoyulmalıdır ki, burada 90 dərəcə əmələ gəlsin. Digər hissəsini götürək 8 cm. 6 cm bura çəkdim, 8 cm bura çəkdim. İndi bu ikisini də birləşdirirəm. Bu da eləyəcək 10 cm. Baxın, tam olaraq transparentinin uzunluğuna ilə uyğun gəldi. 10 cm də bura. 10 cm. Bu da 90 dərəcədir. Adlandıraq A, B, C üçbucağı. İndi biz median çəkmək üçün, düz bucaq təpəsindən median çəkmək üçün medianı elə çəkməliyik ki, təpə ilə hipotenuzun ortasını birləşdirsin. Hipotenuz 10 cm-dir. Hipotenuzun ortası baxın 5 cm. Yəni orta nöqtəsi burada. İndi bu nöqtə ilə mən A-nı birləşdirməliyəm. A təpəsini birləşdirməliyəm. Birləşdirdik. Burada yazacaq M. Yəni A-nın medianı. İndi medianın uzunluğuna baxaq. Görün nə qədər olur? 5 cm. Gəldi düşdü 5-in üstünə. Yarı bölmüşdü hipotenuzu 5 cm, 5 cm olan hissələrə. Medianın özü də 5 cm oldu. Bizə deyir ki, medianın hipotenuza nisbətini tapın. Medianın, yəni AM-in hipotenuzu da BC-dir. BC-yə nisbətini tapın. Hipotenuz bilir ki, düzbucağın qarşıdakı tərəfdir. AM 5-dir, 5 cm-dir. BC də 5 ilə 5 toplayanda 10 cm eləyir. İxtisar gedir 5-ə. Eləyir. Sürətdə bir məxrəcdir ki, bu da bərabərdir 1-in 2-ə nisbəti. Bu əslində qaydadır. Qaydanı məsələn içərisində veriblər ki,
alışqanlıq olsun. Yəni gələcəkdə biz bundan məsələlərin həllində qayda kimi istifadə edəcəyik. Düz buzaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Qayda belədir. 5-ci tapşırığımızı da bitirdik. Keçək 6-cı tapşırığa digər səhifədədir. Bu da yeni dərsdir və bunların hamısının izahlarını kanalımda yerləşdirmişəm. Oradan izləyib öyrənə bilərsiniz. Başlayaq. Verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən edin. A bəndində yazıb ki, A-ın parçası ABC bucağının tənbülən. Tənbülən xassəsi odur ki, hansı təpədən çəkilirsə, həmin təpədəki bucağı yarı bölür. Bu fikir doğrudur. Açıqlaması da belədir. Bucaq BAM bərabərdir bucaq MAC-yə. Yəni, bu iki bucaq bir-birinə bərabərdirlər. Sonra, RT parçası PRS üçbucağının tənbülənidir. B bəndi. Bu da doğrudur. Çünki baxın 45 dərəcəni bu hissəyə yazıblar. Bu 90 dərəcə verilib bizə. Kvadratdan bilir ki, artıq 90 dərəcə. 45 veriblərsə, deməli burada 45 olmalıdır ki, 45 ilə 45 toplayanda bizə versin 90 dərəcə. Yəni bu da 45 oldu, bu da 45 oldu. Deməli bucağı yarı bölüb. Bucaq PRT bərabərdir. Bucaq bunu yazaq həmçinin 20 dərəcəyə bərabərdir. Burada da TRS-ə bərabərdir. Hər biri də olur 45 dərəcə. C bəndinə baxaq. KP parçası KP. Bax, buradan bura qədər. MKM böyük üçbucağın tənbülənidir. KP parçası tənbüləndirsə, burada yaranan bucaqlara baxaq. MKP bucağına bax, buradakı bucağa baxmalı. Bu 47 dərəcədir. Digər tərəfdən tənbülənlə bölündüyü digər bucaq isə PKN-dir. Bucaq PKN. PKN-in də dərəcə ölçüsü 23 ilə 22-nin cəminə bərabərdir. Bu da eləyir 45 dərəcə. Baxın, 47-45 oldu. Axı, bir-birinə bərabər olmadı. O zaman deyirik ki, yanlışdır. Çünki MKP fərqli oldu. Bucaq PKN-lə. Biri 47 oldu, biri 45 oldu. Hətta dərəcə ölçülərini də yaza bilərik. Amma eyni olsaydı tənbülən olardı. 6-cı tapşırığımızı bitirdik. Keçək 7-ci tapşırığa. Dəftərinizə körbucaqlı üçbucaq çəkin. Transpartidən istifadə etməli. Bu üçbucağın tənbülənlərini çəkin və kəsişmə nöqtəsini adlandırın. Körbucaqlı üçbucağın biz bilirik ki, bir dənə bucağı körbucaqdır. Körbucaqda 180-dən kiçik 90-dan 180-dən kiçik 90-dan böyük bucaqlardır. Yəni bucaqlarını biz biri körbucaq olması ixtiyari bucaqlar götürək. Məsələn, bucaq A-nı götürək, tutaq ki, olsun 110 dərəcə. Bucaq B-ni götürək, olsun 40 dərəcə. Bucaq C-ni də götürək, bunlar toplayanda 150 eləyir. 180-dən 150 çıxanda bu da olsun 30 dərəcə ki, cəmləriyə 180 versin. İndi biz burada necə çəkirik? İxtiyari bir parça çəkək. İxtiyari bir uzunluqda parça çəkək. Əvvəl sadə qələmlə çəkirəm, sonra üstündən qələmlə keçərsiniz. Də həmçinin sadə qələmlə çəkirsiniz. A olsun burada. A-nı 110 dərəcə götürsəm əgər. Transpartiri qoyuram bura. Və təpə nöqtəsi transpartinin təpə nöqtəsinin üst-üstə düşsün. Xətti də düz xətt parçası da transpartinin buradakı xəttinin üstə düşsün. 110 dərəcə demişəmsə, gedirəm 110 dərəcənin üstünə. Bax, 110 dərəcə buradadır. Bir dənə burada nöqtə qoyuram, bir dənə də bunun bitəcəyində nöqtə qoyuram. Və bunları təpə nöqtəsi ilə birləşdirirəm. Bax, birləşdirdim. Bu oldu A. İndi B bucağını bu tərəfdən götürək. B bucağı 40 dərəcədir. Bu tərəfdən 40 dərəcəni ayıraq. Bura olsun B bucağı. Transpartiri qoyuruq bura. Baxın, görürsünüz necə üst-üstə düşmədi hamısı. 40 dərəcədə və bura uyğun gəlir. 40 dərəcə. Biri buradan qoyuram nöqtəni, biri də bitəcəyi yerdən. Götürdüm və bunlardan keçən parça çəkirəm. Digər bucaqda yuxarıdakı C bucağı olmalıdır. Əslində mən bunları uzadıb birləşdirsəm C bucağını almış olaram. Bunları uzadıb birləşdirək.
Baxın, C bucağı da gəldi, düşdü bura, təpəyə. C bucağı yazaq bura. Və bunu ölçsək əgər, bax, transparentini qoyub ölçsək, görəcək ki, o da 30 dərəcə yoğun gəlir. Transparentin təpə nöqtəsini bura qoyuram. Düz xətti parçasını bura. Baxın, gəldi xət hara düşdü? C-nin üzərinə düşdü. Buradan işıqdan tam olaraq aydın görsən, baxın, görürsünüz, tam olaraq 30 dərəcənin üstünə düşür. Bura yazıram 110 dərəcə. Bura olacaq, əslində gərək yazmayaydım, yarı bölünəcək, çünki bura B bucağı da 40 dərəcədir, C bucağı da 30 dərəcədir. Bizdən bu şəkildə nə istəmişdi? Daha doğrusu şərtdə nə istəmişdi? Üçbucağın tənbülənlərini çəkin və kəsmə nöqtəsini adlandırın. Tənbülənlərini çəkmək üçün tənbülənlər bilirik ki, bucaqları yarı bölür. Bunların üzərindən qələmlə keçim ki, daha qabarıq görsənsin. Sonra tənbülənlərini çəkəcəyik. Baxın, 110 dərəcənin yarısı. 110-u bölmək lazımdır ki, eləyəcək 55 dərəcə. Deməli, burada transparentini yenə qoyuram və elə edirəm ki, 55-in üstünə düşəcək olan bucağı yarada bilim. 55 50 ilə 60-ın tən olaraq ortasıdır. Bax, bura düşür. Ha, bura. Və yaxud da bura. Buradan keçən indi tənbüləni çəksəm, qələmlə də üstünə keçə bilərik. Eləyəcək 55 dərəcə bura, 55 dərəcə də bura. Həqiqətən də qoyub ölçsək, görəcək ki, 55 dərəcənin üstünə düşür. Baxın. Tam olaraq görürsünüz. 55 dərəcənin üstünə düşdü. 50 ilə 60-ın ortası. B bucağı isə yarı bölünəndə 40 dərəcədir. 40-ı 2-yə böləndə 20 dərəcə eləyir. Hər biri 20 dərəcə olmalıdır. Gətiririk B bucağının üstünə və buradan 20 dərəcəni tapırıq. B bucağı buraydı, 40 dərəcə idi. Yarısı olacaq 20 dərəcə. 20 dərəcədə, baxın, buradır və buradır. 160-ı təbii götürmürük, çünki 160 kör bucaqdır. Bizə iti bucağı olan hissəsi lazımdır. Bunlardan keçən, bu ikisindən keçən düz xətti çəkək. Üstünə qələmlə də keçək ki. Bura olacaq 20 dərəcə, burada olacaq 20 dərəcə. Həmçinin C bucağı üçün də eyni işi görəcəyik. C bucağının dərəcə ölçüsünü əvvəl 2-yə bölək. 30 idi, 2-yə bölünəndə olacaq 15 dərəcə. Hər biri 15 dərəcə olmalıdır. C bucağının da buradan 30 dərəcənin üstünə düşür, baxın. İndi bu 30 dərəcənin yarısı 15-dirsə, 15 də nə ilə nəyin arasına düşməlidir? 10 ilə 20-nin arasına, bax, tam olaraq buradakı xəttin üstünə düşür. Buradan və buradan bir dənə işarə qoyuruq və sonra nöqtə də qoya bilərsiniz. Sonra da onları birləşdirəcək. İşığı azaltdım ki, buradakı qoyulan xətləri tam aydın görə bilərsiniz. Baxın, 10 ilə 20-nin tən ortası 15-dir və 30 da 15 dərəcəli bucağa bölünmə. Bir dənə aşağıdan və bir dənə yuxarıdan işarə qoyuram. Sonra indi təpədən və bu işarələrdən keçərək tam olaraq bu xətti kəsən bir düz xətt çəkəcəm. Çəkək. Təpədən keçsin. Həmçinin qoyduğum işarələrin üzərindən də keçsin. Bax, görürsünüz, şəklimizin doğru olmasını hardan bilirik. Çəkdiyim 3 dənə nöqtə tam olaraq kəsişdilər. Kəsişiblərsə, deməli, mən tən bölənləri tam olaraq doğru çəkmişəm. 15 dərəcə bura, 15 dərəcə də bura olacaq. A, T1 deyək. B, T2 deyək. Buna da deyək C, T3, yəni tən bölənlərə uyğun olaraq adlandıra bilərik. Birinci tən bölən, ikinci tən bölən, bu da üçüncü tən bölən. Tən bölənlərin kəsmə nöqtəsi də O nöqtəsi adlandırmaq olar. Həmçinin uşaqlar, burada ayrı-ayrı bucaqları da yazmaq olar. Məsələn, necə yazırıq? Bucaq T1AB bərabərdir T1AC.
Hər biri 55 dərəcə oldu. Sonra bu tərəfdən A, B, T2, A, B, T2 bərabərdir. Bucaq B, daha doğrusu T2, BC, T2, BC hər biri oldu 20 dərəcə. Digər bucaqları da A, C, T3, A, C, T3 bərabərdir. Bucaq T3, CB, T3, CB. Bunun da hər biri oldu 15 dərəcə. Ayrı da yaza bilərsiniz və yaxud da şəkil üzərində yazıb ondan da kifayətlənə bilərsiniz ki, artıq hər bir bucağın neçə dərəcə olduğunu da təyin etdik. Keçək 8-ci tapşırığa. 8-ci tapşırıqda ümumiyyətlə bu bölmədə bu mövzularda hündürlüyə aid olan tapşırıqlar olacaq. Hansı halda ABC üçbucağının hündürlüyü düzgün göstərilib? Hündürlük hansısa təpədən qarşıdakı tərəfə çəkilən və qarşı tərəfi 90 dərəcə altında kəsən düz xətt parçasıdır. İndi baxırıq birinci şəklə. Baxın, A-dan BC-yə, BC tərəfinə çəkilib və onu 90 dərəcə altında kəsib. 90 dərəcə altında kəsməsi dərəcə burada göstərilməsə də biz artıq burada bu işarəyə, kvadratik işarəyə görə bilirik ki, bu 90 dərəcədir. Deməli, bu doğrudur. Doğru. İkincisində, burada AD parçası BC-ni kəsib D nöqtəsində, amma dərəcə göstərilməyib. Dərəcə göstərməsə bilmirəm axı. Biri, məsələn, buradakı bu bucaq itidir, kördur, bu isə itidir. Biri iti, biri kördur. 90 dərəcə altından kəsməyib. Bu səhvdir. Üçüncüsünə baxaq. AC bucağı, ACB üçbucağı körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucaqda hündürlüklər deməli xaricə də düşə bilər. Hündürlük, yəni biz xaricdə də çəkə bilərik. A təpəsindən CB-yə hündürlük çəkə bilmədiyimə görə CB-ni uzadıram və A təpəsinə hündürlük çəkirəm. Və burada görürsünüz 90 dərəcə əmələ gəlib. Bunda mövzunun izahında ətraflı izah etmişəm. Oradan izləyib öyrənə bilərsiniz, baxa bilərsiniz oradan. Və burada 90 dərəcə əmələ gəldiyinə bu doğrudur. Doğru. Sonra dördüncüsünə baxaq. Buradan baxın, təpədən çəkilməlidir hündürlük. Gedib buradan K nöqtəsindən AC-yə perpendikulyar çəkiblər, amma təpədən çəkilməyib. B təpəsindən çəkilməlidir əslində. Ona görə bu da səhvdir. 5-də də təpədən çəkilməyib. Gediblər AB-nin üzərində, daha doğrusu AC-nin üzərində bir dənə E nöqtəsi qeyd ediliblər. E nöqtəsindən AB-yə perpendikulyar çəkiblər. Bu da doğru deyil, bu da səhvdir. Çünki bu çalışmanın əvvəlində sizə necə dedim? Üçbucağın hündürlüyü üçbucağın təpəsindən qarşı tərəfə saxlayan düz xəttə endirilmiş perpendikulyardır. Təpədən endirilmədiyinə görə 4-cü və 5-ci səhv sayılır, yəni hündürlük deyirlər. 9-cu tapşırığa keçək. Fikirlərin doğru və ya yanlış olduğunu nümunələrlə əsaslandırın. İlxan deyir ki, bütün üçbucaqların medianları, kəsişmə nöqtəsi onun daxilində yerləşir. Nümunələrlə necə göstərə bilərik İlxanın dediyini? İlxanın dediyinə görə biz buradan bütün üçbucaqlardan söhbət gedirsə, yəni iti bucaqlı, kör bucaqlı və düz bucaqlı üçbucaqlar çəkməliyik və onların üzərində göstərməliyik ki, doğrudan da kəsişmə nöqtələri daxilə düşür. Baxın, iti bucaqlı üçbucaq çəkirəm. A, B, C. Burada mediandan söhbət gedir. Median tərəfin ortasını birləşdirir. Bax, bu tərəfin ortası budur. Bu tərəfin ortası budur. Tən olaraq ortanı götürürəm. Və həqiqətən də bunları birləşdirsəm, ölçüb də birləşdirə bilərsiniz, amma gözəyarı olaraq tən ortanı da götürmək olar. Baxın, həqiqətən də kəsişmə nöqtəsi hara düşdü? Medianların kəsişmə nöqtəsi üçbucağın daxilinə düşdü. Bu olsun iti bucaqlı. İti bucaqlı. Medianın tərəfi yarı bölününə görə, bax, birinci tərəf və birinci tərəf bərabərdir. Bunlar da yarı bölünür. 2 dənə xətt burada qoyuram. Üçüncü xətti də buradan qoyuram ki, bu üç tərəfdir. Bu üçüncü tərəflər də bir-birinə bərabər olurlar. İndi keçək düz bucaqlıya aid çəkək. Düz bucaqlı ixtiyari bir üçbucaq çəkəcəm. Yəni təpə bucağı 90 dərəcə olmalıdır.
Baxın, burada görürsünüz 90 dərəcə əmələ gəldi. İndi bunları birləşdirirəm. Bunun da medianı çəksəm, tərəfin tən ortaları. Bax, tən ortası burada. Ölçüb də eləyə bilərsiniz uşaqlar. İndi mən göz ayarı artıq əmin olduğuma görə tən olaraq ortaları götürürəm və təpə nöqtələrlə birləşdirirəm. Bu birinci medianımız. Bu ikinci medianımız. Bu da olacaq üçüncü medianımız. Və görürsünüz medianlar hamısı təpə nöqtəsi kəsişdi və daha doğrusu kəsişmə nöqtəsi üçbucağın daxilində yerləşdi. Deyirik düzbucaqlı üçbucaqda. Körbucaqlı üçbucaq çəkək, onun da üstündə göstərək. Körbucaqlı üçbucaqda üçbucağın bir dənə bucağı körbucaq olur. Ona görə də 90 dərəcədən böyük götürürük. Bunları birləşdirək. Oldu körbucaqlı üçbucaq. Median tərəfin orta nöqtəsi tam olaraq burada yerləşir. Digər median kəsişmə nöqtəsi burada və bunun da tən ortası baxaq burada yerləşir. Təpədən indi bu nöqtələri birləşdirən düz xətt parçası çəkək. Birinci, bu ikinci və bu da üçüncü. Deməli, körbucaqlı üçbucaqda da kəsişmə nöqtəsi daxildə yerləşdi. Körbucaqlı. Elxanın fikri necə oldu? Elxanın fikri doğrudur. Həmçinin uşaqlar burada birinci tərəflə bu tərəf bərabərdir. İkinci tərəflər bunlar bir-birinə bərabərdirlər. Üçüncü tərəflərdə bunlar bir-birinə bərabərdirlər. Burada da həmçinin birinci tərəflə birinci tərəf, bu ikinci tərəflər bir-birinə bərabərdirlər. Yəni median tərəfi yarı bölür axı. Bax, bu da bir-birinə bərabərdir. Elxan doğru deyir. Elxan doğru deyir. Yəni Elxanın fikri doğrudur. İndi keçək Samirin fikrinə. Samirin fikri. Deyir, bütün üçbucaqların tənbələnən kəsişmə nöqtəsi onun daxilində yerləşir. Əvvəl iti bucaqlı üçbucaq çəkək. Samirin fikri doğrudur, amma bunu yenə də bucaqlar üzərində göstərək. Məsələn, buradan tənbələn çəksəm, bu bucağı yarı böləcək. Tən olaraq bucağın, bax, yarı böldü. Sonra buradan da tənbələn çəksək, bu bucağı yarı böləcək. Və buradan da tənbələn çəksək, bu bucağı yarı böləcək. Tərəfləri amma yarı bölmür, ancaq bucaqları yarı bölür. A, B, C. Bura deyək A, T1, B, T2, C, T3. Bura birinci, bu ikinci bucaq olsun. Bu da üçüncü bucaq olsun ki, bunu yarı böldü. Düz bucaqlı üç bucaq çəkək. Yəni tənbələnlər də görürsünüz daxildə yerləşdi. Tənbələnlərin kəsişmə nöqtəsi daxildə yerləşdi. Bucaqla da çəkə bilərsiniz uşaqlar. Yəni bucaq da qoyub çəkə bilərsiniz, amma ehtiyac yoxdur. Düz bucaqlı üç bucağı da göstərək. Bu düz bucaqdır. Düz bucağı yarı bölsəm 45 olacaq. Sonra bu iti bucağı yarı bölür. Tən olaraq buradan çəksək. Yarı böldü bu bucağı da. Məsələn, neçə dərəcə olsa həmin dərəcəni yarı böləcək. Həmçinin buradakı bucağı da tən olaraq yarıdan bölsək və buradan keçirsək. Buradakı bucaq da yarı bölünəcək. Deməli, bununla kəsişmə nöqtəsi düşdü ortaya, yəni üç bucağın daxilinə. İndi iti bucaqlı üç bucaq çəkdik, kör bucağını çəkdik. Daha doğrusu düz bucağını çəkdik, kör bucaqlıya aid çəkək. Kör bucaqlı üç bucaqda da həmçinin daxildə yerləşəcək. Kör bucaqlı üç bucağın biz bilir ki, bir dənə bucağı kör bucaqdır. Baxın, bu bucaq kör bucaqdır. Kör bucaq olsa da bunu tən yarıdan bölən. Bax, bura düşür. A, B, C desək. A, T1. Sonra bu bucağı yarı bölən
Tən olaraq bucağın yarısından keçirsək, görürsünüz bucağı yarı böldü və digər bucağı da yarı bölən bu bucağı da yarı bölündü. Yenə də burada tən bölənlərin kəsişmə nöqtəsi də daxilə düşdü. B, T2 yazaq, buna da yazaq C, T3. Aşağısında indeksində 3 yazırıq. Başqa hərflərlə də işarə eləyə bilərsiniz. Sadəcə tənbələn olduğuna görə ona uyğun olaraq T hərfi ilə işarə etdim. Bu oldu iti bucaqlı. Bu düz bucaqlı. Bu da kör bucaqlı. Samirin fikri yazırıq ki, doğrudur. Yəni, hər üçündə tənbölənlər, üç bucağın bütün növlərində tənbölənlərin kəsişmə nöqtəsi düşür üç bucağın daxilinə. Keçək indi Aynurun fikrinə. 9-cu çalışma. Aynurun fikri. Bütün üç bucaqların hündürlüklərinin kəsişmə nöqtəsi onun daxilində yerləşir. İxtiyarı bir iti bucaqlı üç bucaq çəksək və 90 dərəcəlik hər birindən perpendikulyar endirsə, elə eləyək ki, 90 dərəcə alınsın. 90 dərəcənin biri bu. Digər tərəfdən də 90 dərəcə alınması üçün biri bu. Və biri də bu. Görürsünüz, hər birinin 90 dərəcə alındı. A, B, C üç bucağı deyə və hər bir hündürlüyü BH1, BH2, CH3. Hündürlüklər görürsünüz, üç bucağın daxilində kəsişir. Hündürlüklərin kəsişmə nöqtəsi. Bu iti bucaqlıdır. Düz bucaqlıya baxaq. Düz bucaqlı üç bucaq çəkək, ixtiyarı tərəfli. Bu 90 dərəcədir. Düz bucağın üç bucaq da, yenə A, B, C ilə işarə eləyək. Düz bucaq təpəsindən hündürlük çəkək, elə eləyək ki, 90 dərəcəni əmələ gətirsin. 90 dərəcə əmələ gəldi burada. Və düz bucaqlı üç bucaqda biz yalnız düz bucaq təpəsindən hündürlük çəkə bilərik. Amma digər hündürlüklər onun elə katitlərdir. Məsələn, hündürlüyün biri budur, biri budur. Qırmızı ilə çəkirəm ki, üstündən görəsiniz. Biri də budur. Digər katitdir. Deməli, bunların hündürlükləri, biraz daha yaxşı çəkim üstündən. Deməli, düz bucaqlı üç bucağın hündürlükləri harada gəlib kəsişir? Düz bucaq təpəsində kəsişir. Hündürlüklər, yazırıq bura. Hündürlüklər düz bucaq təpəsində kəsişir. Hansında? Düz bucaqlı üç bucaqda. Düz bucaqlı, üç bucaqlı, üç bucaq. Düz bucaqlı, üç bucaq. İti bucaqlı üç bucaqda düşdü daxilə. Daxilə kəsişdi. Düz bucaqlı üç bucaq düşdü düz bucaq təpəsinə. Hansı təpədir? Bu da A təpəsidir. İndi kör bucaqlı üç bucağı çəkək. Kör bucaqlı üç bucaq bura yerləşmədiyinə görə digər vərəqdə çəkib göstərəcəm. İxtiyarı bir kör bucaqlı üç bucaq çəkirik. Bunları birləşdirək. Baxın, kör bucaq təpəsi bu təpədir. Göründüyü kimi buradakı bucaqlar kördur. Bu ikisi itidir. Mən bu kör bucaq təpəsindən bura hündürlük çəkə bilərəm. Elə çəkirik ki, 90 dərəcə yaransın. Baxın, belə. Amma, məsələn, deyək, bura A, B, C. A təpəsindən hündürlük çəkdim. B və C təpələrindən isə hündürlük çəkə bilmərəm tərəflərə. Çünki nə qədər çəksəm heç vaxt 90 dərəcə alınmayacaq. O zaman biz nə edirik? AC-ni uzadırıq. Baxın, AC tərəfini uzadırıq. Və bunu qırıq-qırıq xəttlərlə eləyirik. B-dən AC-nin uzantısına hündürlük çəkə bilərik indi. Baxın, burada 90 dərəcə əmələ gəldi. Hündürlüyün deməli biri düşdü xaricə. Həmçinin C təpəsindən də biz AB-yə hündürlük çəkə bilmərik. Çünki iti bucaqdır. İti bucaqdan mən bura heç cürə hündürlük çəkə bilmərəm. O zaman nə edirəm?
AB tərəfini uzadıram. Yine qırıq-qırıq xətlərlə uzatdıq və C'dən bunlara, C'dən bu tərəfə hündürlük çəkəcəm. Elə eləyək ki, 90 dərəcəni yarada bilək. Aha, formada 90 dərəcə yaranacaq. Bu da oldu 90 dərəcə. İndi baxaq, bu birinci hündürlük, bu ikinci hündürlük BH2 deyək. Bu da üçüncü hündürlük CH3 deyək. Bu hündürlüklərin kəsişmə nöqtəsi. İkisinin kəsişmə nöqtəsi artıq burada yerləşdi. Üçüncünü də uzatsaq, bu AH-ı uzatsaq, bunun uzantısını da uzatsaq. Gəlib burada kəsişəcəklər. Və bu kəsişmə nöqtəsi hara düşmüş oldu? Üçbucağın xaricinə. Yazıram ki, kəsişmə nöqtəsi hündürlüklərin. Kəsişmə nöqtəsi üçbucağın xaricinə düşür. Hansında? Çorbucaqlı üçbucaqda. Çorbucaqlı üçbucaqda. Amma Aynur nə demişdi? Aynur demişdi ki, daxilə düşür. Deməli, Aynurun fikri burada yazırıq ki, səhvdir. Şəkli bir də qoyacağım ikisini də. Deməli, belə. Bu formada. Bu iti bucaqlı üçbucaq oldu, daxilə düşdü. Bu düz bucaqlı üçbucaq oldu. Hündürlüyün birini daxilə çəkmək olur. İkisi onun katetləridir. Bu çorbucaqlı üçbucaqdır. Yalnız çorbucaq təpəsindən hündürlük çəkə bilirik. B iti bucaq olduğuna görə AC-yə hündürlük çəkə bilmirik. Ona görə də AC-ni uzatdıq, oradan hündürlük çəkdik B təpəsindən. Həmçinin də C-də iti bucaq olduğuna görə AB-yə biz orada hündürlük çəkə bilmərik. Bu ayda. Hündürlük çəkə bilmərik. AB-ni uzatdım, uzantısından C təpəsindən həmin uzantısına hündürlük çəkdim. Bunu da H3 ilə işarə etdim. Sonra həmin hündürlüklərdə görürük ki, gəlib harada yerləşdilər kəsişmə nöqtəsi. Üçbucağın xaricində bir yerdə kəsişdilər. 9-cu tapşırığımızı yekunlaşdırdıq. Keçək 10-cu tapşırığa. 10-cu tapşırıqda şəkildə ABC üçbucağının hündürlüyü, medianı və tənböləni təsvir edilib. Onları müəyyən edin. Baxaq görək hansı tənböləndir, hansı mediandır, hansı isə hündürlükdür. Median tərəfi yarı bölməlidir. Baxın, burada tərəfi yarı bölən N-dir. NC düz xəttidir. Yazıram ki, NC bərabərdir mediana. Çünki baxın, N-dən B-yə qədər məsafə A-dan E-yə qədər məsafəyə bərabərdir. Yazaq. AM bərabərdir MB-yə. Heç ölçməmişdə onu görmək olar. Daha sonra tənbölən isə bucağı yarı bölür. Baxın, bucağın yarı bölündüyü bu B təpəsinə baxın, çəkilən BM düz xəttinə baxın. Buradakı bucaqla buradakı bucağı heç ölçməmişdə gözə yarı bilmək olur ki, artıq bir-birinə bərabər bucaqlardılar. Yazaq, BM də olur tənbölən. Tənbölən. Bucaqları da yazmaq olar. Bucaq A, BM bərabərdir bucaq MBC-yə. Bu bucaqla bu bucaq bir-birinə bərabərdir. O zaman AK da hündürlük olacaq. Həmçinin ölçəndə də görərik ki, burada 90 dərəcəli bucaq əmələ gəlib. Baxın, transparentini bura qoysaq, A xəttin uzantısına baxın, görün gəlib hara düşür. A xəttin uzantısına baxın. Gətirsə uzatsa tam olaraq 90 dərəcənin üstünə düşəcək. Deməli, hündürlükdür. AK da bərabərdir 90 dərəcəyə. Bunda hündürlük olmasını belə yazırıq. AK perpendikulyardır. Perpendikulyar aşağı T hərfinə işarə olunur. Perpendikulyardır BC-yə. AK hündürlük daha doğrusu. Hündürlük. Yəni 90 dərəcə altında BC tərəfini kəsir. 10-cu tapşırığımız da bitdi. Keçək 11-ci tapşırığa. Şəkildə ABC üçbucağında AC tərəfi AB və BC tərəflərinin cəmindən 20% qısadır. CB bərabərdir CD olarsa, BD parçası ABC üçbucağının medianıdırmı? Fikrinizi əsaslandırın. Deməli, AC tərəfi bu tərəfdir. AB və BC-nin cəmindən 20% qısadır. 20% qısa o deməkdir ki, 100-dən çıxaram 20%, yəni 20% azdır. 80%-ni tapacam, 18 və 12-nin cəmini. 18 ilə 12-ni toplayaram, eləyər 30.
İndi AC bərabərdir. Həmin bu 30-un 80%. 30-u vuraram 80-ə, bölərəm 100-ə. Bu sıfırla bu sıfır, bu sıfırla da bu sıfır ixtisar gedir. Cavabımız olur 24. Yəni AC-nin uzunluğu 24 oldu. Əgər CD parçası, baxın buradakı parça, CD parçası CB parçasına bərabər olsa, bura 12-dirsə, o zaman bu da 12 olmalıdır. 12 olsa. A'dan C'yə qədər məsafəmiz 24-dürsə, onun bir hissəsi 12-dirsə, o zaman AD-yə də elə 12 qalacaq da. 24-dən çıxaram 12-ni, burada 12 qalacaq. Burada oldu 12. Bir dəqiqə. İşığa görə yaxşı görsənmir. O zaman AD bərabər 12-yə, CD bərabərdir 12-yə. Toplayanda da 12-ni 12-ni, buradakı AC-nin uzunluğu 24-ü alıram. Mediandırmı yazırıq? Bəli, mediandır. Mediandır. Fikrinizi əsaslandırın. Fikrimiz də odur ki, çünki AC tərəfini yarı bölür. Fikrimizi də əsaslandırdı. Tərəfi yarı böldüyünə görə deyirik ki, median olacaq. Keçək 12-ci tapşırığa. 12-ci tapşırıqda ABC üçbucağında BK hündürlüyü çəkilmişdir. K nöqtəsi AC tərəfini, bax K nöqtəsi AC tərəfini, bu tərəfi 1-in 2-yə nisbətində bölür. A'dan C'yə qədər 9 cm-dir. ABK-nın da perimetri 12 cm olarsa, ABC üçbucağının sahəsi nə qədərdir? Gəlin hissə tapaq. Əgər K nöqtəsi AC-ni 1-2 nisbətində bölürsə, o zaman 1K üzərinə gəl 2K bərabər olacaq AC-nin uzunluğu 9-a. 3K bərabər 9-a, K da bərabər 9 bölünsün 3 eləyəcək 3. AK bərabərdir 1K-ya, o da eləyəcək 3. Sonra KC isə bərabərdir 3K-ya, o da eləyəcək, daha doğrusu 2K-ya. 2K-ya, bu da eləyəcək 2 vurulsun 3, 6. Buranın 3, buranın isə 6 olduğunu tapdıq. Buraya yazıram 3, burada yazıram 6, toplayanda eləyəcək 9. İndi digər tərəfdən bizə nə verib? ABK-nın, bax bu üçbucağın perimetri verib. Bu üçbucağın perimetrini istifadə edəndə, yəni AB üzərinə gəl BK üzərinə gəl AK 12-dir. AB 5-dir, BK-nı bilmirəm nə qədərdir. AK da buradan tapdım 3-dür. Bərabər 12-yə. O zaman BK bərabərdir 12-dən çıxaram 5-lə 3-ün cəmini. Bu da eləyər 4. BC-nin uzunluğunu 4 olduğunu tapdım. Baxın, bura oldu 4. Daha doğrusu BK-nın, BC nə yazmışım? BK. BK-nın buranın 4 olduğunu tapdım. Bizdən ABC üçbucağının sahəsini istəyir. ABC böyük üçbucağın. Bu üçbucağın sahəsini tapmaq üçün də üçbucaq BK xətti ilə iki düzbucaqlı üçbucağı ayırıb. Yəni BK hündürlüyü burada da 90 dərəcə əmələ gətirib, burada da 90 dərəcə əmələ gətirib. Hər ikisi 90-dır. O zaman ABC-nin sahəsi nəyə bərabərdir? BK, ABK üçbucağında katetin biri BK-dır, biri də AK-dır. Bunların hasilinin yarısı. BKC üçbucağında katetin biri 4-dür, biri də 6-dır. Yəni BK ilə KC-nin hasilinin yarısı bərabərdir. BK 4-dür, 4 vur. AK 3-dür, bölü 2 üzərinə gəl. BK 4-dür, KC də nə qədərdir? 6-dır. Həmçinin burada da yazmışam 6. Bölünsün 2. 4-ü 3-ə vurub 2-yə böləndə 12-ni 2-yə böləndə 6, 4-ü 6-ya vurub 24, 2-yə böləndə 12. 6 ilə 12-ni toplayanda cavabımız eləyəcək 18. 18 santimetrin kvadratı. ABC-nin sahəsi 18 santimetrin kvadratına bərabər olacaq. Yəni ayrı-ayrı iki düzbucaqlı üçbucağın sahəsini tapıb topladıq. Həmçinin bunları ayrı-ayrı da yazmaq olar. Məsələn, birinci ABK-nın sahəsini tapardıq, sonra BKC-nin sahəsini tapardıq, toplayardıq. Amma nə ehtiyac var? Artıq biz ifadələr keçmişik deyə həmin ifadə formasında yazdıq və birbaşa cavabı tapmış olduq. 12-ci tapşırıqda bu mövzunun sonuncu tapşırığının həlli idi.